Salam, axşamınız xeyir olsun əziz dinləyicilərimiz, izləyicilərimiz, bizi qulaq asan, bizi izləyən hər kəsə xoş həftə sonu, xoş bayramlar arzulayıram. Bəli, bugün Yoldasan verilişinin bu il üçün son buraxılışıdır. Hər birinizi xoş eşitdik, xoş gördük. Güman edirəm ki 2025-ci il hər biriniz üçün çətinliyi, asanlığı ilə normal keçib və ümid edirəm 2026-cı il hər birinizə uğur gətirəcək və bugün Yoldasan verilişinin bayram buraxılışıdır. Təbii ki 1 saat boyunca yollarda olan ən son xəbərlər, ən son məlumatları məhz bizdən alacaqsınız və buna baxmayaraq dünən də bildirmişdim ki bugün bizim Yoldasan verilişinin, mənim Yoldasanın 1 saatlıq yol yoldaşı, sükan arxasında sizlərə və bizlərə yol yoldaşlığı edən çox ekskluziv bir qonağım var. Çoxdandır onu görmürdünüz, eşitmirdiniz, amma necə deyərlər, o hər yerdədir, hər yerdə sevilir. Çox uzatmaq istəmirəm. Mənim bugünlük 1 saatlıq yol yoldaşım, yol həmkarım, hamınızın sevdiyi, tanıdığı Rauf Əhmədovdur. Sadəcə Raufdur mənim qonağım. Rauf, axşamın xeyir, xoş gəlmisən. Xanımlar və cənablar, axşamınız xeyir olsun. Xanımlar və cənablar, axşamınız xeyir olsun. Salam aleyküm Əli bəy. Təşəkkür edirəm, çox sağ olun. Əslində o qədər təriflədiniz ki, heç bu təriflərə inanın ki, bəlkə də layiq deyiləm, amma təşəkkür edirəm. Yox, layiqsiz. Mən sadəcə, yəni ki, həqiqətən bilirsiniz necədir? Bir var ki, sıradan bir musiqi ilə, bir xitlə yadda qalan və yaxud da bir də var ki, sözün əsl mənasında uşaqdan tutmuş böyüyə qədər sadəcə bəli, hamı həm çox istəyir, həm də bir uğur da bilsən nədir Rauf? Sənin bəstələdiyin, sənin ifa etdiyin musiqiləri əzbərə bilmək. Bax, bu uğurlardan biridir. İndiki dövrümüzün uğurlarından biri sayılır. Çünki klassik musiqilərimizi artıq hamımız bilirik. Müasir dövrdə müxtəlif ritmlərlə yazılan yeni bəstələr olur. Amma çox az yadda qalır. Yəni bugün üçün ritmini bəyəndilər, getdi. Amma Raufun oxuduğu mahnılar, Raufun ifa etdiyi bəstələr, duetlər günün bu gündə sevilir və sevilərək də dinlənilir. Düzdürmü? Hardasa bəli, fikir var. İndi özümü başlayacağım tərifləməyə. Təşəkkür edirəm Əli bəy, minnətdaram. İnanın ki, fikirləşirəm ki, bugünkü mövzumuz maraqlı olacaq. Mütləq şəkildə. 1 saat ərzində bu sükan arxasında oturan dostlarımızın bu diskusiyamız xoşlarına gələcək. Və inanın ki, Əli bəy, onların arasında, indi bizi dinləyənlərin arasında inanın elə qəribə insanlar var, hətta dahilər var, mən deyərdim. Elə maraqlı insanlar var. Düzdür, düzdür. Məhz ona görə bizim verilişimizin adı Yoldasandır və 1 saat boyunca hamı bizdən yol yoldaşı olur. Yol yoldaşı olmaq da o deməkdir ki, bizim söhbətlərə qoşula bilirlər, danışa bilirlər bizdən, fikir bildirə bilirlər və yeri gəlmişkən 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Səs göndərin, yazın, fikirlərini bizi bildirə bilərsiniz bizə ki, siz bu qış tətilini harda keçirmək istəyirsiniz? Buyurun və ekskluziv olaraq Rauf bəylə suallarınız varsa ünvanlaya bilərsiniz. Qış tətillərini harda keçirməyi planlayırsınız və eyni zamanda Rauf bəyə də suallarınız varsa 055 455 1077 WhatsApp nömrəmizdir. Buyurun, səs göndərin, yazın, fikirlərinizi bildirin. Mən isə mövzumu Raufla bir yerdə davam edirəm. Rauf, avtomobillərlə aran necədir? Ümumiyyətlə sükan arxasında əyləşmirəm. Əyləşmirsən. Özümü çox sevirəm, hə. Sinirlərimi qoruyuram. Açığı, indi tıxacda oturanların həyatda ən bahalı şey nədir? Ən bahalı vaxt həyatda. Bu vaxt tıxacda gedirsə, bu böyük bir problemdir. Bu itkilərdir. Təsəvvür eləyin ki, o vaxtı siz misal üçün 10 manat civarında 3 dəqiqəni qaytarmaq şansınız var. Aha. Görün, belə bir biznes qurmaq olardı bu tıxacların üzərində. Vaxt itirmək. Onda əsas əsəblərinizi pozan nədir ki, sürməkdən imtina eləmişsiniz? Yox, ümumiyyətlə imtina eləməmişəm sürməkdən. Sadəcə sürmürəm, çünki vaxtınızı boşa itirmək istəmirsiniz. Vaxtımı boşa yox deyəndə ki, elə bir yerə getmirəm ki, mən fikirləşirəm. Tədbirə gedirəm, getdiyimiz arxada oturmağım mənim üçün daha önəmlidir. Getdim, düşdüm, tədbirə çıxış elədim, qayıtdım və yaxud studiyaya getdim. Belə bir məsələlərdir. Yəni, sırf sükan arxasına keçib, sürmək və s. və ilaxır, bu mənə elə gəlir ki, indiki dövrdə
daha çox misal üçün taksidən mən istifadə eləyərdim öz maşınımdan bu probka ərzində misal üçün saat bu radələrdə 5-dən sonra, bəli. Burada ya da səhər gün orta məktəb olan müddətdə bu çox problemli məqamlardır. İndi demək olar ki, tıxacın vaxtı yoxdur da. İstənilən saatda, istənilən vaxtda biz tıxaca düşə bilirik və mənə də elə gəlir ki, məhz bu səbəbdən hardasa sizinlə razılaşıram. Avtomobil sürməkdənsə əsəblərinizi qorumaq daha yaxşıdır. Yaxşı, yeri gəlmişkən belə bir sual da verim. Bəs mikromobilliyə necə baxırsan? Necə yanaşırsan? Mikromobil deyəndə nəyə nəzərdə tutursan? Yəni elektroskuterləri, bəli. Bilmirəm dostlar. O yəqin ki, o yaxşı bir şeydir, amma bir çox insan ondan istifadə eləsə, əgər ölkənin 100%-dən 10%-i bundan istifadə edirsə, bu yenə də pisdir. Çünki hər ailəyə yenə də bir 4 nəfər varsa 4-nə də maşın alınacaq. Yəni bu get-gedə belə çevrilir. Əslində elədir. Skuterlərdən az istifadə edirlər. Skuterlərdən ona görə yol düzəldiblər ki, sadəcə doğrudan da böyük bir qlobal problem baş versə, hətta skuterlə maska tax, keç oradan da, yəni skuterlə gizli şəkildə, yəni belə bir şey, ora daim açıq olmalıdır. Amma bilmirəm, bizim yəqin yollarımız get-gedə, Bakımız da gözəlləşir, yollarımız da get-gedə inşallah inkişaf eləyəcək. Mən inanıram ki, gələcəkdə bu kimi problemlər Yaponiyada necə ki, Tokionun şəhərində necədir, çalışaram mən də yeni mahnılar ifa eləyərəm uçan maşınlar haqqında. Yeni yollar da yaranar. Yeni yollar da yaranar. Yəni sənin üçün ümumiyyətlə mən belə başa düşdüm ki, əsas odur sağ-salamat getdiyin məkana çatasan. Bəli. Və avtomobil arzusunda olan mənə elə gəlir ki, mən uşaqlıqda avtomobil arzusunda idim. Ki, misal üçün bu uşaqlıq arzusudur. İndi misal üçün 37 yaşım var, mən indi qana da arzu eləyirəm. Yəni ki, mən daha da getməlidir insan, mənə elə gəlir. Mən belə düşünürəm. Ona görə belə bir şey. Avtomobil belə bir məsələdir. Ona görə arxada oturmağım, öz belə rahatçılığım daha mənim üçün vacibdir. Nəinki ora bax, bura bax, svetoforda saxla, üz-üzə bax kimlənsə və s. və ilaxır bu kimi problemlərdən daha onda mənə belə gəlir ki, sən biznes klası daha çox sevirsən. Yəni söhbət biznes class maksimum luxury rahat. Siz luxury rahat söhbətindən getmir. Yəni mən milyoner adam da deyiləm. Yo, təbii. İkincisi də ki, yəni mən özümü üzr istəyirəm, xalq artisti Zeynəb Xanlarova da bilmirəm də. Yəni ki, mən formada insanam, özümə görə özdə sadə oğlanam. Amma ki, öz komfortum təbii ki, insanın beyni varsa, o ilk növbədə komfortu axtarır. Bəli, mənim də beynim komfortu axtarır. Komfort da mənim üçün vacibdir. Bəli. Maşında arxada hissədə. Məsəl üçün tədbirə gedəndə mən musiqilərimə artıq köklənirəm arxada. Nəinki sükarın arxasında əyləşib yolu fikirləşim, buradan dönməliydim, oradan dönməliydim. Pavarotniki yandırmışam yoxsa yox. Deməli, beynini çox da yükləmək istəmirsən yollardan. Ən əsası mən hər zaman Avto FM-i dinləyirəm. Gözəl. Təbii, bayaq da vurğuladı Rauf, bizim ümumiyyətlə Avto FM-in playlistini çox bəyənir. Bəli. Və bizdə olan var gözəl mahnılar, müasir bağlar var. Orada zövq dəyişdiyi biraz belə zövq məsələsi də var. Sizdə gözəl insanlar işləyir. Mən buradan Rauf bəyə, Rauf Mirqulamova buradan salamlar. Aleyküm salam həmkarımıza. Çox gözəl insandır, daim dəstəyimdə də olub. Eləcə də Baba Hacıyev çox gözəl insandır, var olsun. Sizin hər birinizin zövqü, sizin kollektiviniz, ümumiyyətlə komandanız radiolar içində doğrudan da seçilir. Bu da tərif deyil, inanın, yəni mən özüm hiss eləyirəm ki, orada nəsə qeyri-adilik var. Mən açığı ən müasir FM dalğası 106 FM belə hesab eləyirlər, amma bir pillə var ki, 106 FM mən Arzu xanımı çox bəyənirəm, çox sevirəm onları. Onlara da buradan salam söyləyirəm. Aleyküm salam.
Amma yenə də deyirəm ki, Avto FM bir pillə nəsə var ki, orada Avto FM bir damcı olsa da artıqdır orada. Təşəkkürlər, minnətdaram, var olasınız. Məhz buna görə də təklif edirəm ki, gəlin bayram buraxılışımızı Rauf bəyin bir bəstəsi ilə, bir ifası ilə davam edək, ondan sonra keçək reklamlara. Bəli, əziz dinləyicilərimiz, Yoldasan verilişinin xüsusi bayram buraxılışı efirdədir. Yolumuza davam edirik və hər birinizə sağlam, ehtiyatlı yol arzulayırıq. Ehtiyatlı olun, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiz və eyni zamanda avtomobilinizlə bağlı qəza törətməyəsiz. Bizimsə 1 saatlıq yol yoldaşımız sadəcə Raufdur. Mən sadəcə Rauf deyəndə daha çox sevirəm. Nəyə görə? Çünki Raufu biz elə Rauf olaraq tanımışıq və Rauf olaraq sevmişik. Rauf, ümumiyyətlə biraz da indi əlavə suallar verim sənə. Avtomobili bildik. Avtomobil həvəsin, avtomobil yollar. Ümumiyyətlə Rauf səhnədə romantik, gündəlik romantikdir, belə deyək. Romantikdir yoxsa romantik deyil? Daha dinamikdir. Romantik deməzdim mən. Məndə sevgi haqqında mahnılar çox az olur. Olub yəni misal üçün biz onu romantikaya bağlamışıq da. Ola bilər, amma belə yəni mən nə bilim romantik saymazdım özümü. Romantik çünki ifaçı misal üçün Frank Sinatra, Barry White, misal bu uşaqlar deyir o musiqiləri ilə doğulur da, yəni o musiqilərin altında. Yəni belə bir fikir var. Mən romantiki belə fikirləşirəm. Yox, məndə belə bir deyil. Nə bilim, bilmirəm. Dinləyicimiz yazıb, qızımın 5 yaşı var idi, uçuruq aya mahnısı çıxanda, sözlərini də əzbər bilmirdi, amma o qədər xoşuna gəlirdi ki, mahnı uzun yola çıxanda mütləq qoşdururdu. Bayramınız mübarək, gözəl insanlar, çox təşəkkür edirəm, var olun. Allah balasını saxlasın. Amin, amin, Allah balanızı saxlasın, minnətdarlığımızı bildiririk. Əslində bax bunu deyirdim Rauf ki, sözlərini əzbər bilmirdi, amma musiqini, ritmi və sözləri əzbər. Yəni o qədər mən elə uşaqlar görmüşəm. Mən açığı buna görə təşəkkür edirəm ilk növbədə Nicat Məlikova və Fərid İsmailova. Bunlar mənim komandada çalışan uşaqlardır və Nicat çox kreativ bir oğlan idi. Və o həmişə fikirləşirdi ki, nəqarət tutaq ki, münasibət mənfi 40 dərəcə. Qısa, konkret, amma biraz qulaq kəssin. Aha. Qulaq kəssin, biraz maraqlı olsun. Misal üçün Nicat həmişə kreativ yazırdı. O həmişə fikirləşirdi ki, Aygün xanımdırsa bu aya uça bilər, günə uça bilər və s. və ilaxır. Buna görə o uşaqlara mən təşəkkür edirəm. Həmişə də yəni fəxr eləmişəm ki, mən mərkəzlə bir yerdə işləmişəm. Komandanın da adı mərkəz olub. Biz elə özümüz də epicentr olaraq mərkəzi. Nə gözəl. Super. Təkəbbürlü, çox təkəbbürlü. Oruc bəy yazıb, Raufun röya ilə duetləri biraz fərqli idi, daha enerjili, maraqlıdır. Özü hansı dueti daha çox sevir? Aygün xanımla yoxsa röya ilə? İkisi də peşəkar ifaçıdırlar. İkisindən də çox böyük şeylər öyrənmişəm. Hər iki ifaçı yaşda məndən böyük olaraq baxmayaraq, hər iki ifaçı məndən qabaq syomkaya gəliblər. Sizdən qabaq. Bəli, mən cavan olaraq mən gecikmişəm bir 10 dəqiqə, amma gəlib görmüşəm ki, Röya xanımın artıq rimi hazırdır. Aygün xanım artıq iş başındadır. Yəni belə peşəkar ifaçılardır. Hər ikisindən öyrənmişəm, hər ikisindən çalışmışam. Hər ikisinə də buradan salam göndəririk. Həm Aygün xanıma, həm Röya xanıma. Hər ikisindən də güclüyəm. Və sonda nöqtə. Səhnə arxasında ümumiyyətlə daha çox tələbkarsan, yəni komanda yoldaşlarına görə. Yox, tələbkar deyəndə ki, tələbkarlıq olanda onda quldarlıq dövrü başlayır. Belə, yox, sevərək onu mütləq. Yəni kaprizin yoxdur da? Kaprizin var, hər bir insanın kaprizi var, hər bir insanın xarakteri var. Bizim hər ikimizin iki gözü, bir burnu olsa da xasiyyət cəhətdən. Təbii. Bu kimi şeylər var və kaprizlər də var, amma egoizmi qabağa verib və kaprizi oynamaq mənə elə gəlir bu hörmətdən salar. Ola bilər, sən özünü hörmətli görə bilərsən, amma komandanın daxilində artıq sənə soyuqluq yaranar, başqa cürə. Hə, başa düşdüm. Yəni ona görə maksimum dərəcədə hamının xətrini, hörmətini saxlayırsan. Mütləq şəkildə. Babayan çox vacib aməllər deyil ki, hamısı təbii, dostdur. Yox, var ki, o məhz mənə görə çalışıb, mənim misal üçün paltomu saxlayıb. O mənə görə çalışıb. Mən orada ifa eləmişəm, o mənə gözləyib. Başa düşürsünüz, hər bir xırda detala kimi də. Yəni komandada hamı vacibdir.
Dizayner Daha- olaraq özün seçirsən öz geyimləri yoxsa Mən özüm kreativ adamam. Mən yenə də deyirəm, dahiyəm əslində də. Amma heç kimin xəbəri yoxdur. ola bilər? Da. Yo, biz əslində sənin dahiliyevi görmüşük. Bidamcı. Bəli və yeri gəlmişkən onu da vurğulamaq istəyirəm. Deyəcəksiniz ki, Əli hər dəfəsində vurğuluyur. Rauf da yeri gəlmişkən mənim köhnə qonşumdur. Biz bir yerdə, yəni ki, cavan vaxt, gənc yaşlarımızda elə Hövsanda böyümüşük Raufla bir yerdə və bu səbəbdən ayrıcı olaraq bir qonşu kimi də Raufun xətrini həmişə çox istəmişəm. Amma necə deyirlər, deyir o Hövsandan təkcə bayaq nəinki soğan yetişir. Bəli, Hövsandan dahi uşaqlar da çıxır və kreativ insanlar da çıxır. Buna görə də yəni əslində ümumiyyətlə hər bir işə sevgi ilə yanaşanda, həvəslə yanaşanda, kreativ yanaşanda o işdə mütləq şəkildə sevərək yanaşmaq lazımdır. Və niyyətin düzgün olmalıdır. Məsəl üçün rəqibdirsə, rəqabətdirsə, bunu sevərək düzgün, ağ rəqabət. Ay yox, gedim onu parçalayım, o keçməsin qabağa, mən keçim qabağa. Bu yox. Burada da sevərək. Sevərək olanda hər bir şey, niyyət düzgün olanda, onda bizim aramızdakı münasibət də, eləcə də bu qısa bir kollektiv böyük bir ölkəyə də yayıla bilər. Yəni bu, yəni münasibət 40 dərəcəyə düşür, mənfi 40 dərəcəyə düşür. Mənfi 40 dərəcəyə düşür. Əslində mahnıda İkinci hissədə isə münasibət müsbət 40 dərəcə olmalıdır. Bizim yadımızdan çıxır. Bəli. Və bir sualı da verim, sonra keçək yollar haqqında məlumatımız var. Saat 6-nın yarısıdır artıq. Elə ümumiyyətlə duet ortağını seçərkən, çünki sən tək Aygün xanımla, Röya xanımla oxumamısan. Cinləndə olub, sonra Elşad Xosa ilə də olub. Zülfiyə xan Babayev ilə radio duet olub. Bəli. Yəni radio duetimiz olub, bəli. Ümumiyyətlə bunları duet otağını seçərkən nəyə üstünlük verirsən? Bəli, misal üçün fikirləşirəm ki, misal üçün Aygün xanımı götürəndə Aygün xanım pop üslubundadır. Aygün xanıma deməli publikası var. Bu publika ilə tanış olmaq lazımdır. Aha. Bizdən yaxşı mahnı, bizdən filan şey, Aygün xanımdan filan şey, bu birləşir bir yerdə ümumi komanda yaradırıq və təbii ki, biz Aygün xanımdan nə götürmək istəyirik? Bu publikadır ilk növbədə. Aha. Bizdən gedən, misal üçün, yaxşı mahnı hazırlayaq, yaxşı klipimiz olsun, tarixə qalsın. Bir 10 ildən sonra baxaq, yenə utanmırıq. Necə ki, alındı da. Alındı da. 2 duetin, 2 yox, 3 duetin. 3 duetin 3'ü də alındı. Aysel xanıma təşəkkürlər. SS Production Aysel xanım, elə Aygün xanımın da vaxtı ilə prodüseri olub. Çox gözəl insanlardır. Biz də xoşbəxt idik belə gözəl insanlarla işləmək. Həmçinin də Röya xanımın komandası. Deməli, iş ərsiyə gəlməmişkən qabaq. Mən prodüser olmuşam. Sırf özünüz olmuşsunuz. Bəli, özüm olmuşam, amma adımı yazmamışam. Çünki mən kiməm? Dahi. Rauf, yollar haqqında məlumatımız var. Gəl bizim... Soruşun, görün, harada kofe satılır? Harda kofe satılır? İndi? Yolda, bəli. Hə, yolda təbii. Amma yollar tıxacdır. Bunu bizim izləyicilərimizə çatdırmaq lazımdır. Çünki dinləyicilərimiz və izləyicilərimiz hal-hazırda yoldadılar və alternativ yolları öncədən bilsinlər deyə biz onlara yollar haqqında məlumatı çatdırırıq. Dalğanı dəyişmirsiniz. Yollar haqqında məlumat, sonra isə Raufun ifasında gözəl bir musiqi. Mən isə Raufla öz mövzumuzu davam edirəm. Rauf, ümumiyyətlə yeni il sənin üçün xüsusi bir gündürmü? Yeni il mənim üçün əslində Rождество deyirlər, belə bir şeydir. Başa düşürəm ki, bu xristianlığa aiddir və yolka üç bucağa oxşayır. Bu üçlüydür, Vaymi Atsa, Sina, belə də, yəni ki, onların xüsusi duaları var. Yəni ki, mən başa düşürəm ki, bu mənim bayramıma oxşamır. Bu nəsə mənə oxşamır. Amma yeni il təbillərində də iştirak edirsən. Yox, amma mənim nə xoşuma gəlir. Aha. Dünya Azərbaycanlıların həmrəylik günü. Bax, bu gözəl məqam idi. Biz əgər qoşulmuşuqsa bu həmrəyliyə, biz əgər qoşulmuşuqsa 31 dekabr ritualına, əgər hər il bu bütün dünya ilə qeyd ediriksə, mənə elə gəlir Dünya Azərbaycanlıların həmrəylik günü biz daha çox xoşbəxtlik taparıq. Nəinki, misal üçün, yeni il
bayramı ilə. Düzdür. Çünki dünyada 80 Hədiyyə milyon hədiyyə almaq, üzr istəyirəm. Buyurun. 31 dekabra qalmıyor və hədiyyə almaq hər gün uşağa hədiyyə eləmək, hər gün uşağa nə isə öyrətmək, izah eləmək və s. bu özü də bir hədiyyədir və hər gün də hədiyyə eləmək lazımdır. Biz mifik insan yaradırıq ki, Şaxta baba, o gələcək, özü də damdan, o kök kişidir, damdan necə keçib, necə qayıdır, bu qədər şeydir, özü də marallarla və s. gətirib sənə hədiyyə nağıl verir. qəhrəmanıdır da, Rauf desin. Bəli. Amma biz uşaqları nağılı öyrədirik. Ona görə indi də böyüyəndə belə deyir. Baba хочет, не хочет, baba это хочет, не хочет, не хочешь, не хочешь. Uşaq istəyirsən, istəmirsən, uşaq kaprizlər yaranır və sarıya baxır. Ondan sonra həqiqəti demək və hər gün hədiyyə almaq. Ondan sonra demək ki, yəni əgər mifik bir şey varsa, o da Allahdır. Məsəl üçün Allah hədiyyəni bu cür verir. Mən valideyni sağlamam. Məsəl üçün sənin yanındayım. Bu cür hədiyyə göndərir və sarıya baxır. Sənin üçün ümumiyyətlə belə fikirləşirəm, yəni bayram günləri, yəni fərqi yoxdur da. Yəni sırf mən bu bayramı nəzərdə tuturam. Ümumiyyətlə bayram günləri işləməyin bir özəlliyi varmı? Yəni belə deyim də, kaprizin varmı? Yox, bayram günlərində mən işləmək istəmirəm. Təbii ki, yox. Əslində sənət adamı olaraq bəli. tələbat çoxdur sizə. Da, bizdə tələbat çoxdur və bu günlərdə daha çox iş olur. Nəinki misal üçün sıravi günlər. Sıravi günlərdə. Ona görə də yəni misal üçün bu günlərdə biz bəhrələnirik belə deyək. Bayramlardır. Günə 3 bayram, 4 bayram da keçirdə bilərik. Yəni bu belə bir şey kimi. Yəni bayramı mən bu cürə, amma misal üçün xüsusi bir qeyd eləməyə və s. və axır həmən gün nə bilim hədiyyə alım özümə və yaxud da nəsə belə bir şey yox. Hədiyyəni hər gün verə bilərəm. Ayın 1-i də verə bilərəm, 2-si də verə bilərəm, ayın 29-u da və s. Təbii, yəni hədiyyə vermək üçün xüsusi günə ehtiyac yoxdur. Yəni ki, bu, yəni amma işıqların olması, rəngli olması və s. və axır bu qəbuldur. Niyə də olmasın? Gözəl olsun, süfrə açılsın, qoy otursunlar, bir həmrəy olaq. Həmrəy olaq, Azərbaycanlı həmrəy. İndi bu ümumiyyətlə təbliğat olunmalıdır ki, Azərbaycan bu müharibədən sonra yeni nəfəs, yeni həvəsi, yeni gücü, şəkildə, bəli. Yeni insanlarıq. Biz artıq başqa cür düşünməliyik. Artıq həmrəy olmalıyıq. Biz öz yumruğumuzu gördük həmən müddətlərdə. İndi ondan istifadə edib daha irəliyə getmək lazımdır. Dinləyicimiz yazıb, Rauf, məncə Raufun səsi tələsməyən insanlar üçündür. Elə mahnılar var ki, tıxacda yox, uzun əyləncəli yolda dinlənilməlidir. Raufun mahnıları da eləcə. Bu bizim dinləyicimizin fikri idi. Təşəkkür edirəm. Kompliment idi. Bəli. Yəni kompliment olaraq, yəni insanın şəxsi fikridir. Deyir, əyləncəli yolda deyir, mən daha çox xoşlayıram. Yəni bu bizim dinləyicimiz sənin mahnını yol tıxacda dayanmaqdansa əyləncəli və belə deyim də xüsusi məkanlarda dinləməyi daha çox xoşlayır. Bu da onun yanaşmasıdır. Ola bilər. Hər kəsin çünki özünün yanaşması var. Və istəyirəm Rauf, vaxta biraz qalıb səninlə kiçik bir belə deyim də mini oyun keçirim. Yəni sual-cavab kimi və sən seçəcəksən hansıdır. Davay. Səhnə yoxsa studiya? Səhnə. Solo mahnı yoxsa duet? Solo. Aygün yoxsa Röya? Özün. Mən özümü sevib oynadım. Romantik mahnı yoxsa enerjili hit? Romantikliyi mən aşiq kimi qəbul edirəm. Aşiq ancaq romantik deyil. İndi aşiq deyirəm cəmaət ədəbiyyatda. Bəli. Aşiqlər başqa cür olur. Yəqin ki enerjili hit. Yox, hər ikisi. Köhnə hit yoxsa yeni mahnı? Yəni köhnə hitin üzərindən işləyib yenidən ərsəyə gətirmək. O elə bir ki, üzr istəyirəm. O elə bir ki, sən götürüb hansısa hiti artıq elə bir ki, paytaxt salatının üstünə sən 3 dənə zeytun da əlavə elədin də. Yəni bu da var idi də elə bir ki, bunun yeni mahnı. Yeni mahnı. Yeni il gecəsi səhnə yoxsa ev? Ailə, yaxın dostlar. Yox, təbii ki, ailə hər şeydən üstündür, hər şeydən. İnsan ən xoşbəxt insan, atası, anası sağ olandır və onun yanındadır. Bundan böyük xoşbəxtçilik yoxdur. Ferrari'dən də böyük xoşbəxtçilik. Sakit gecə yoxsa səs-küylü konsert? Sakit gecə çox gözəldir. Sən özünə qapana bilərsən və özünü tapa bilərsən və yeni Əli yarada bilərsən, yeni Rauf yarada bilərsən. Amma səs-küylü yerdə sən massasan, sən hamı ilə bir yer, hamısan. Sən orada buterbrod yeyirlərsə, burger yeyirlərsə, sən burger yeyirsən. Sən orada
seçilmirsən. Ümumisiz. Bəli. Amma Kütlə. kütlədəsən, amma tədbirdə Rauf seçilir axı. Hə, tədbirdə heç, bəli, tədbirdə heç. Ora səhnədir. Əgər o seçilməyi nəzərdə tutursunuzsa, bəli, çıxıb səhnədə. Yox, belə yəni ümumiyyətlə kütlə olsun və sair və Belə deyim də, stadiona getdikdə Da. orada artıq Rauf yoxdur, orada azərkeş var. Mən düz başa düşdüm də səni. Yəni stadionda hamı ilə bir yerdə baxırsan. Yox, mən elə yerlərə məsəl üçün Qarabağ futbol klubu getsin, oynasın, mən yəni gedib baxa bilmərəm. O səs-küydə baxa bilmərəm mən. Hə, baxa bilmirsən. Yox. Amma Mən belə ayrıcı olaraq baxmaq, mahnılarımı özüm güclə dözürəm. Öz mahnılarımı güclə dözürəm. maşında musiqi yoxsa sükut? Sükutda beyin işləyir. Fiziki iş olmasa da zehni iş işləyir. İn baxır kimə də, elə Yəni adam var o- ki, darıxar yolda, o saat baxar. Həm də yolun müddəti var. Əgər bu 20 dəqiqəlikdirsə, ondan sonra sükut və özümə qapanım, nəyisə fikirləşim, nəyisə götür qoyuram. Əgər uzun yolsa, Aha. təbii ki, bir musiqiyə də qulaq asaram, bir kiməsə də yolda bir ismarıcı göndərərəm. Bəs avtomobildə gedərkən və yaxud fərqi yoxdur da, yəni tədbirə gedərkən, eləyərkən öz mahnılarına qulaq asırsanmı? Xeyr, Qəti qulaq asmırsan. Beynimdə olur, amma radioda yüngül, sadə mahnı gedir, onun da səsi az olur. Özüm fikirləşirəm ki, məsəl üçün qonaqları necə qarşılayım və s. və ilə. Bu mexanikidir, artıq rituala çevrilir, belə bir şeydir. Amma tədbirdən çıxandan sonra artıq rahatlaşıram. Düzdür, mahnı qulaq asmasam da özümü rahatlığı hiss eləyirəm. Buyurun. Canlıdan yazıblar, istəyirəm onları da Davay, oxuyum. davay. Deməli, çox üzr istəyirəm. Buyurun. Buna yazıb göndərirlər. Yeni nəsil müğənnilərə duet təklifi gəlsə qəbul edərsinizmi? Niyə ki, gözəl, incəsənət istedadlı uşaqlar var, gənclər var. Mən hər birinə uğur arzu edirəm. Hər biri əla, gözəl ifa eləyir. Amma bilmirəm, o çox, yəni o proyekt olmalıdır. Yəni mən oradan pul Güdməlisiniz. güdməli deyilmi? Bu biraz pis çıxır. Yəni mən bunu biznes kimi görürəm. Yəni Всё. mən Başa düşdüm. deyib xalq artisti olmayacağam. Mən bu biznes kimi baxıram bu işə. Biznes Əgər yönümlü burada- yanaşırsan. Bəli. Məncə Raufun səsi reklamsız da yaşayır. Bu gün populyarlıq üçün Raufun reklama ehtiyacı yoxdur. 107 FM. Rauf bəy, səhnədən sonra evə qayıdanda ən çox nə etmək istəyirsiniz? Sakitlik yoxsa musiqi? Yox, mən orada artıq misal üçün sevdiyim kitablarla məşğul olaram. Kim nəsə belə bir şey. Audio dinləyə də bilərəm, nə isə dinləyə bilərəm. Artıq məndən çıxdı. İndi mən özümü bərpa eləmək üçün mən dinləməliyəm. Aha. Yeni nəfəsində Raufdan köhnə xitlərin yenilənmiş versiyası gəlsə çox maraqlı olar. Bunu Süleyman yazıb göndərir. Yeni bir musiqi gələcək, yəqin ki, belə düşünürəm. Yaxşı mahnı gələcək. Mən inanıram ki, tamaşaçıların da xoşuna gələcək. Bu yeni ildə bizi gözləyir. 2026-da. 2026-da. 26-da, bəli. 2026-da, bəli. Əli bəy bu cür və səmimi qonaqlar verişi daha rahat dinlənən edir. Raufu tez çağırın mütləq şəkildə. Minnətdaram. Minnətdaram canlıdan yazıb bizim dinləyicilərimiz ilə hər birinə təşəkkürümü bildirirəm. Rauf, ümumiyyətlə bir sualımı da verim, artıq yekunlaşdırıq. Süni intellektə necə baxırsan? Baxır onu kim istifadə edir. Əgər mütəxəssis və süni intellektdən istifadə edirsə, bu okeydir. Əgər mənim kimisi telefonda süni intellekt tapıb və üzr istəyirəm, ağlıma gələni eləyəcəmsə, bu yox. Yəni süni intellektin internet əla şeydir, amma onun istifadə qaydası var. Məsəl üçün gözü sənə verməyiblər də baxmağa. Gözü sənə veriblər ki, kitabı oxu və s. və bu cürə şey. Sənə verməyib də ora gir pis misal üçün saytlara gir bax. Yəni göz bunun üçün deyil. Yəni telefon, internet bunun üçün deyil. İnsanların çox maarifləndirmə yönümlüdür. Bəli, İndi əsas məsələ nədir? Onu demək istəyirəm ki, bu süni intellektin bir oxuduğu mahnılar ki var. Süni intellektin ən böyük mənfi keyfiyyəti odur ki, o insana deyəcək ki, otur evində, nə lazımdır yemək, mən onu gətirirəm sənə. Bütün fabriklərdə görürsüz robotlardır. Bütün hər yerdə tənbəlliyə gedir. Da, tənbəlliyə gedir. Həm beyin tənbəlliyi, həm fiziki tənbəlliyi. Dünyada ən böyük tənbəl insandır. İnsan, beynimiz bizim istənilən vaxtda komfort axtarır. İstənilən vaxtda, hətta burada studiyada oturanda komfort axtarır. Belə eləyirik ki, komfort axtaraq.
və beyin görəcək ki, süni intellekt bizim yerimizə. Avatar filminə baxanda mən başa düşdüm ki, aktyora ehtiyac yoxdur. Görün necə montaj, görün necə qrafika var. Əslində onların hər biri aktyorlar ifa ediblər onları. Aktyorlar, amma bu uje qrafik bir Bəli, yəni əslində elədir. Hə, yəni aktyorların əziyyəti var orada, çünki həddən artıq çoxdur. Yox, amma orada aktyor yaşıl deyil, ekranda. Orada aktyor yox, orada mən çox deyərdim kaskadyorlar, orada nə bilim belə də peşəkar idmançılar, bəlkə də sirkdən gətirilib Yox, aktyorlar mən kino çəkilişlərinə baxmışam. Hə, yəni çəkilişinə baxmışam. Orada hə, yəni çox tanınmış aktyorlar orada. Deməli mən bugündən sonra səhv edirəm. Yox, orada aktyorlar oynayıb. Masovka var. Sən dediyin ki, böyük kütlədə o belə deyim də, o sırf o işinin peşəkarı olanlar, idmançılar orada ediblər, amma sırf aktyorların əziyyəti orada var, amma sənin sözünə qüvvət. Yəni aktyoru biz orada görmürük də, biz qrafikanı görürük. Kinoteatra mən Azərbaycan kinosuna baxa bilmərəm, çünki orada qrafika yoxdur. Məsəl üçün 5 manatı bileti verir. Ondan sonra 3 manatlı üstünə qoyum, gedim Spider-Man-ə baxım. Tutursuz başa düşdüm. Hə, başa düşdüm ya məsələni. Kinoteatr uje qrafika üçün yaranıb. Bu artıq bu sistem obşi belə gedir, yəni ümumi belə gedir. Düzürsən. Təşəkkür. Rauf, minnətdaram. Əzizim, çox sağ ol. Mən də sizə minnətdaram. Əli bəy, minnətdaram, var olun. Çox sağ olun. Siz mənə dəvət elədiniz, xoş idi. Mən də sizi görməyimə xoş oldu. Sevirəm sizi. Mən inanıram ki, bugündən sonra da biz bir yerdə çalışacağıq. Mütləq şəkildə. Mən də həqiqətən, yəni açıq bildirirəm. Rauf çox çəkilişlərə demək olar ki, getmir. Və sağ olsun, məni qırmadı və bu xüsusi özəl günü, özəl verilişimizi çox böyük insanlar Rauf fikir versin. O kimdir qısaca? Məndən var. Söhbət səndən gedir. Təşəkkürlər. Və həqiqətən gəldin. Bugünkü verilişimizi daha da şənlədir. Buna layiq edirsiniz. Siz özünüz də böyük hörmətə layiqsiniz. Mən sizi sevirəm, var olun. Sizin bütün komandaya böyük salamlarımı söyləyirəm. Təşəkkürlər əzizim. Bayramınız mübarək. Dünya Azərbaycanlıların həmrəyliyi günü. Minnətdaram, var ol. Təşəkkürlər. Belə dostlar, mən isə bugünkü verilişimizi, bu ilki sonuncu verilişimizi yekunlaşdırıram və bildirmək istəyirəm ki, Yoldasan verilişinin bugün bayram buraxılışı idi.